İndi çıxdıq Vyetnama, Ho Chi Minh kəntinə ya da Ho Chi Minh City, necə istəyirsə deyə bilərsiniz. Vyetnamın ən böyük şəhəriymiş. Gördüyünüz kimi millətə baxın. Bagajlar burada çeşidlənir. Ümid edirəm ki, bu qədər adamın arasında itbat olmaz bagajlarımız. Vyetnamda baxın, bunu sevdim. Kimsə gəlir, çamadanları belə qəşəng sırayla, səliqə ilə qoyur. Gəlib çamadanınızı tapıb gedirsiniz. Çox qəşəng. Və hazırlaşdıq. Bəzəndik, düzəndik. Bunların qızları kimi. İndi gedirik buranın ən məşhur yerlərindən birinə. Koi Garden Fish Cafe var burada. Çoxlu canlı balıqlar var, amma yemək üçün deyil, suda üzürlər. Bilməm, bəlkə bunlar elə oradan tutub pişirib yeyir. İndi gedəndə görəcəm orasını. Yollara baxın bir dənə. Yolda ancaq belə motosikl sürənləri görmək olar. Rəngbərəng özdə. Şirin. Və buna baxın, qarışqa kimi gedirlər. Hələ yəni buranın ən böyük şəhəridir, ən müasir yerlərindən biridir də. Yəni kim necə gəldi sürür, heç kim baxmır sağına, soluna. Baxın. Və getdilər. Və bir də maşında olan demək olar bizi də, qalan hamı belə gəzir. Gəldik. Bir dənə bura baxın. Heç belə kafe görmüşdünüz. Buralarda oturursunuz, yemək yeyirsiniz. Burada balıqlar var. Balıqları yemləyirsiniz. Baxın, nə maraqlıdır. Biz də burada oturacağıq. Buradan da balıqlara yemək falan verəcəyik. Çox qəşəngdilər. Demək olar hər şey 5 manatdır. Passion fruit falan, ananas, nə bilim, yeməklərin əksəriyyəti 5, maksimum 6 manatdır. Yəni gəlsəz mütləq bu kafeyə gəlin. Allergiyam tutdu. Nəsə var burada, balıq yemi var, nə var? Adım. Dostlar, yemləmə vaxtıdır. Hal-hazırda əlimdə 3 milyon pul var. 3 milyon. Əslində yol keçməliyik. Amma keçə bilmirik. Heç kim sizə yol verməyəcək. Amma biz keçdik. Meyvə alırıq. Orada yiyəcək. Bu durian meyvəsi bütün Asiya turlarımın gözdəsi olub. Ona görə indi istəyirəm dadına baxım. Ömrümdə ilk dəfə durian meyvəsinin dadına baxacağım. Və əlcək veriblər ki, əlcək ilə baxaq. Çünki bərbad iyi var. Dadlıdır ha. Yağış gücləndi. Bir dənə yağışa baxın. Necə yağır. Hər şeyin belə üstünü falan örtdülər. Gözləyirik ki, nə vaxt kəsəcək. Məni də düz burada oturtdurublar. Tez qaçıb girdik belə bir marketə. Necə bir yağışdır. İndi isə Vyetnamın gecə bazarındayıq. Burada hər şey satılır. Meyvə, çay falan. Burada yenə meyvələr, orada aksesuarlar var. Yəni hər şey qarışıq-qarışıq satılır. Oturub bazarda hər şey yeyirlər. Bir tərəfdə paltar satılır, bir tərəfdə yemək yeyirlər, bir tərəfdə suvenir satılır. Deyirəm, ona görə bu hicvic xəstəliklər buradan çıxır da. Nə gördünüz? Deyə baxaq. Görün, necə fərqli, maraqlı sumkalar var. Bizdə qiyməti də 10-15 manat falandır bunlar. Gəlin sizə buranın xüsusi pivələrini göstərim. Deməli, burada tropik pivələr hazırlanır. Baxın, hamısı pivədir, amma meyvə dadı ilə. Biz də orada seçimimizi elədik, gəldik, oturduq burada. Elə bir küçədir. Baxın, hər yerdə Vyetnam bayrağı asılıb, hər yerdə polislər dayanıb. Polisləri çəkə bilmirəm, çünki qoymadılar. Nəsə bugün biraz yolumuz uzun görsənir.
Qarışqa kimi düşüblər yollara. Səhər tezlərindən. Not Vietnam at that time. You see 10 local people, they are around 40 years old. Listen to traditional music. So first, pagoda. Second, two islands. Gəldik buranın ən məşhur pagodasını görməyə. Baxın, nə şirindir. Belə də çəkim sizin üçün. Turumuz bu şəkildə başladı. Birinci gəldik bu pagodanı, bu buddanı görməyə. O bir tərəflərdə də buddalar var, amma mənim ən sevdiyim bu oldu. Çox şirin deyil sizcə də. Dəhşət. Səsim də batıb. Nəysə, keçid eləyin Instagrama videoları falan izləyin, biz də buraları gəzək. Biz əsas Mekong Delta turu istəyirdik, amma bizi bura gətirdilər hələ ki, istidən pişirik. Yəni vəziyyət budur. Burada da yatan budda var. Dedim narahat eləməyək, yatsın. Amma tur rəhbəri dedi ki, yox, gedin. Biz də gedirik. Bu da sizə yaxından çəkim yatan buddanı. Bu arada biz Maito adlı bir yerə gəlmişik. Ben soruşdum adını. Burada belə bir ərazisi var. Ətrafda çox büyük buddalar falan var. Bura ümumi turların toplanma mərkəzi falan da sayıla bilər. Hamı gəlir burada durur, turistlər düşür, şəkil falan çəkdirir. Tur rəhbərləri burada uşaqlar var. Onlara öyrədiblər ki, ətrafı bizə gəzdirsinlər. Çox istedi danışa bilmirəm. Nəysə, şimdi burada da digər bir buddanı. Burada da digər bir budda var. Buranı da göstərim sizə. Belə, ümumi olaraq qəşəng bir yerdir. Maito'da yerləşir. Belə deyirəm, bilirəm, anlaşılmır. Ona görə də Instagramda hamısının konumunu yerləşdirəcəm. İstədiyinizə keçib edib baxa bilərsiniz. Təsəvvür edin, belə botlarla gedəcək çayda üzməyə. Biri getdi. Biri də oradan gedir. Biz də buralara bir yerə gedirik. Gəldik buranın kokonat fabriketi nədir, belə bir şey var. Burada kokonatdan az şəkərli şirniyyatlar hazırlanır. Belə etap göstərim sizə. Sonra belə. Sonra belə. Sonra da burada xalalar belə paketləyirlər. Sonra da belə satışa çıxarılır. Yəqin ki, mən də alıb dadına baxacağam. Orada da nəsə belə yığırlar, kəsirlər, doğrayırlar. Bir də gördüm ki, Aygün mənə kokonat gətirib yeməyə. Sırf bunun xətrinə gəlmişim də bura. Dedi, yemək istəyirik. Belə eləyirmişlər bunu. Thank you. Təxminən 1 manata kokonat ice cream aldıq. İndi dadına baxıram. Dedim, niyə də birlikdə baxmayaq. Durianla bir yerdədir. Kokonatla durianı qarışdırıblar. Gəlin sizə Vietnamın ən məşhur içkisini göstərim. Necə hazırlanır bilirsiniz. Əqrəbi, ilanı, ümumiyyətlə belə zəhərli şeyləri dediklərinə görə diri-diri qoyurlar. Bunun içinə, bu araqdır, viskidir, nədir bilmirəm, içinə qoyurlar. Orada öldükcə, can verdikcə o zəhərini buraxırmış və dadlı belə içkilər hazırlanırmış. Burada da qoyublar içmək üçün. Burada həqiqi dəri olduğunu sübut eləmək üçün bu yetimləri asıblar belə buradan. Kəmərləri var, çantaları var, kaşokları var. Bu da məşhur Mekong deltası. Dayı orada yatır. Buna bax, dırmaşırlar bir-birlərin üstünə. İğrəncdirlər amma. Bu da balıqdır görəsən. Qrup tur olduğuna görə belə bərabər oturmuşuq. Necə yeyəcək amma heç bir fikrim yoxdur.
Bunlara baxın tez. Deyirsən, bunları da pişirib yeyirlər, burada bəsləyirlər, neyirlər. Burada da ilanlar var. Məncə bunlar bunu da yeyər. Bayaqdan timsah deyə qalmışdım. Var imiş. Burada da yemləmək olar, amma qorxuram. Burada nəsə məşhur bunların pankekləri var. Pişirirlər. O pankekində də adına baxdım. Amma pankek deyil. Bildiğimiz cips tadı verir ama burada pişirilir. Ve dostlar geldik meşhur Mekong deltasına. Yadınızdadsa ben geçen ildən Vietnam'a geldiğimde böyle üzmüştüm. Ama o başka çayıydı tabii ki. Mekong çayına gelmesem, burada üzmesem olmazdı. Halaya ben de şirindi. Neyse, girip Instagram'da videoları izleyin. Bizi süren hala şirinliği. Hoşuma geldi, sevdim. Bak ya arkadaşım şu. Geçen. Beni yoksa beni. Öyle yok, böyle düz. Oynuyorlar orada. Burada kokonatdan geçen bir çanta var. Qiyməti də bizim pulla cəmi 6-7 manatdır. Neyse, mən bunu alıram. Heç nələri yoxdur, amma xoşbəxtdirlər. İndi də belə tuk-tuklarla harasa gedəcəyik. Hara bilmirəm amma. Gəldik, özümüzü çatdırdıq tuk-tuka. Tuk-tukların toxuşmağı. At da var. Atı eşşəkdir, nədir o elə? Tuk-tukla gedirik. Bəziləri də atla gedir. Qəşəngdilər. Ümumiyyətlə bu tip turlardan nə saç eləmək olur, nə makyaj eləmək olur, nə də düzəməli paltar geyinmək olur. O qədər gəzdirirlər ki, adamın xərcli çıxır. İndi harası gəldik tutduqlarla. Deyilənə görə indi elə deyirlər ki, meyvə falan verəcəklər bizə dadına baxmaq üçün. Sadəcə mən qorxuram, hər şeyi yeyə bilmirəm, bilirsiniz, allergiyam var. Yəni, hansısa bilmədiyim bir şey yesəm, allergiyam qalxsa, xəstəxanalı ola bilərəm. Ona görə biraz narahatam. Này sắp lột da nữa rồi đúng không? Gəlmişik Vietnam mahnısına qulaq asmağa. Burada meyve görmüştüm. Meyve demiştim. Yazılmıştı. Ben yemiştim. O meyve bu meyvelerdi. Ayda bu guava değil. Ben bunu yesem yeni ölebilirim. Mən hamısından yemişəm, dadına baxmışam. Yəni heç birinə allergiyam yoxdur, çox şükür. Allergiyam olan şeylər deyil. Musiqi sədaları ilə çay. Không quay lại còn đâu bao kỷ niệm bao tháng ngày tình đậm. Ballarının dadına baxacağıq. Ủa cái chai đó nhiêu tiền? That is one life of working of the bee. I mean that the bee they working in all their life. They earn that amount of honey and you drink in a second. Deməli, bayaq kənarda durmuşam. Tur rəhbəri çağırır məni ki, gəl bax. Mən də gəlib baxıram ki, arının tutub əlində arı pətəyini. Mən də tez qaçdım təbii ki oradan. Çünki hardasa 4 il, 5 il bundan əvvəl məni arı dişləmişdi qolumdan. Və mən 3 gün xəstəxanada yatmışdım. Ona görə yəni arıdan mən qorxuram. Amma indi gəlmişim bal yeməyə, bal içməyə daha doğrusu. Yanında belə bir şeylər var. Gəlin burada birlikdə içək. Qəşəngdir, bəyəndim. Gəldik, çatdıq şəhərin mərkəzinə. Belə güllərlə bəzənib, hamı bayraqlarla
Qəşəng şəkillər falan çəkdirir. Belə milli geyimləridir bu da bunların. Baxın belə. Gəldik, işıqlı yerə çatdıq. Ay, bu nə idi? Tayland küçələrini xatırlatdı mənə. Bugün fərqli yeməklər yemək istədik. Fərqli mənzərədə. Good morning. Bugün bizim Fashion City'den son günümüzdür. Hazırda gördüğünüz gibi hazırlaşdık, bəzəndik, düzəndik. Yenə səhər saat 8'də gedirik. Buranın en məşhur yerlərindən birinə Pink Church-ı görəcəyik. Sonra isə Tison Mall var. En məşhur mallardan biridir. İçində belə illüzyon show falan belə bir yer var. Oranı görəcəyik. Ümumi bugünün planı budur. Başka her şeyi zaten özünüz də izləyəcəksiniz bizlə birlikdə. Passion fruit kokteylini özümüz hazırlayırıq. Bu məşhur Pink Church. Hamı da burada belə şəkil falan çəkir. Belə bir şey. Burada şəkil çəkirdik. Dedilər ki, biz də senden şəkil çəkmək istəyirik. Ona görə bir yerdə şəkil çəkdik. Pink Church-u daha yaxından çəkeyim sizin üçün. Çox şirindir, qəşəngdir. Vietnam taksiləri. Rəvayətə görə hansısa tanrıları sel mi olub, daşqın mı olub, nəsə olub, həmin ərəfədə bir dənə pişik görüb. Pişik görünüb gözünə, ağacın arxasından ona belə gəl-gəl eləyirmiş. O da pişiyin əl elədiyi tərəfə gedib və xilas olub. Ondan sonra pişiyi müqəddəs hesab edirlər. Yəni mən belə eşitmişəm. Bir bilginiz varsa başqa aşağı rəylərdə yaza bilərsiniz. Molun qabağında yekə belə bir dənə mişqa var. Çox şirindir. Molun içində də belə bir şey var və Mininin stendi var. Yəni burada Mininin stendi varsa deməli qəşəng moldur. Gəldik, çatdıq metal show olan yerə. Ödəniş eləyib içəri girməliyik. İndi seçəcəyik hansıları. Adam başı hardasa 21 manat ödədik. Bu mavi yolu seçdik. Burada rozlu yol da var, amma bunu bəyənmədik. Bu daha cazib gəldi. Birinci otaq belədir. İndi ikinci otağa giririk. Və gəldi axı girdi içəri. Birinci otaqdayıq hələ. Buradan çıxmaq istəmirəm. Bayıldım bura. Bu da növbəti otaq. Burada otursaq nə olar ki? İşte belə. Deyə. Gözlə biraz uzaqda. Qəşəngdir. Bu da növbəti bir otaq. Mənim sehirli güclərim olduğunu bilirdiniz. Belə şeylər eləyə bilirəm, amma eləmirəm. Bir aydınlanma geldi. Bu nedir? Ben burada azıb qalaram. Gedirəm yola. Nə bilim, həyatda. Və axır ki, mənim istədiyim yerə gəldik, çıxdıq. Mən də bura özəl belə sarı geyinmişdim ki, burada bir şeylər çəkim. İndi videodan, şəkildən sonra çıxartdığımız gülləri yerinə taxdıq. Belə.
Neyse geldim oturdum metroda. Harasa gedirik. Burada da böyle güzgü evi var. Birinci əlimi aparıb sonra özüm getməliyəm. Aha. Nə qəşəngdir təmiz deyə güzgülər. Gördülər ora-bura çırpılıram. Bunu verdilər mənə. İndi Aygün oradadır, yoxsa Aygün sən oradasan? Mənə bax. Sən oradasan. Sən oradasan yoxsa burada? Mən buradayam, sən oradasın. Qəşəng bir dənə seafood restoranına gəlmişik. Yəni içində hər şey var. Yenə pineapple'ımız buradadır. Seafood, avokado və shrimp. Burada da qarışıq seafoodla noodle. Bugün yenə seafood yeyirik. Ya, buna bax. Nə qəşəngdir. Molda tapdığımız paltarlar. İstəyirəm stilimi dəyişim. Dayana bilmədim. Bunların öz markasından bir şeylər aldım. Bu mavi olan da çox qəşəng qaldı, amma balaca qaldı. Bunlar hamısı balacadılar. Niyə bu qədər balacasınız? Ancaq ikisini bəyəndim, ikisini aldım. Bir dənə də sürpriz paltar aldım. Amma nə üçün aldığımı deməyəcəm. Bunlardan birini almışam. Buna baxın. Yeməklər fırlanır orada. Və gəldik kokonat ice creamlə banan qızarmışı desertini yeməyə. Görək necə bir şeydir. Bananı qızardıblar. Normal, qəşəng. Söz vermişəm, burada hər nə yesəm yeni bir şey. Sizdən bir yerdə yeyəcəm. Heç halım yoxdur. Səhərdən ora-bura getmişik. Gördüyünüz, bildiyiniz kimi. İndi aeroporta gələndə biraz indirvari çamadan problemi yaşadıq. Səbəb isə onların bizi başa düşməməyidir. Nə danışırsansa heç nə başa düşmürlər, yalandan belə eləyirlər, amma yenə öz bildiklərini eləyirlər. Hər nəysə, çamadanları bir tərbiyyədi, gəldik, oturduq, indi yemək gözləyirik. Yemək gəlsin, sonra gedəcək təyyarəyə. Bu arada uçuşumuzu biraz gecikdiriblər. Saat 12-də olmalıydı, indi 1-də olacaq, ona görə gözləyirik. Nəysə, indi gedirik Hanoya, orada görüşərik.